İkinci saatimizdayıq dostlar. Radyo Enerji 101.1 FM'de 100% enerji sərşi olsun da studiyada. Biz ilk mən Rafael O Leyla ve faydalı saatimizdayıq axı. Tabii ki faydalı saatımızdır. Faydalı saatimizdə tək olmuruq, qonağımızla bərabər oluruq. Vüqar Cəfərov bizimlədir. Yığın Payment Servis şirkətinin direktoru. Xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Sabahınız olsun Vüqar Bey. Salam aleyküm, xoş geldin. Necəsiz, necə gəldiniz? Necəsiz? Əla gəldim. Səhər tezdən də beyin açıq. Gözəl diyaloq üçün hazıram. Gözəl. Bir daha xoş gəlmisiniz. Xoş gəlmisiniz. Bizim birinci mövzuda, birinci saatda bir mövzumuz var idi. Hansı ki, itirdiyimiz dəyərlərdən danışırdıq. Yeniləşən, rəqəmsallaşan bu dövrdə. Siz necə düşünürsünüz? Məhz bu dövrdə hansı dəyərlərimizi itirməyə doğru gedirik? Dəyərlər, Azərbaycanda belə eksklüziv dəyərlər var, hansı ki mən həmişə fəxrlə xaricilərə danışıram, onları şok eləmək üçün. Onların arasında hansısa jestlərdir, sırf böyüklərə hörmətlə bağlı, xanımlara hörmətlə bağlı, hətta insanların, kişilərin belə bir-birinə hörmətlə bağlı. İstəyirsiniz balaca bir case danışım. Biz cavanlıqda məktəbdə oxuyarkən Nardarana gedirdik və o vaxtda Əzizbəyev metrosu idi, Köroğlu metrosu. Oradan avtobusa minəndə, yəni avtobusun qabaq hissəsində xanımlar əyləşirdi, arxasında kişilər əyləşirdi. Avtobusun da belə qara pərdələri var idi. Və mən orada birinci dəfədə gördüm ki, yəni uzaq yol idi. O vaxt yollar indiki kimi gözəl deyildi. Yəni bir 45 dəqiqə, 50 dəqiqə vaxt çəkirdi, Nardarana gedirdi. Və bir 15 dəqiqə keçəndən sonra gördük ki, kişilər də bir-birinə yol verir, oturmağa yer verir. Vaxtlar onda bir dəfə verdim. O vaxtdan bu hadisəni hamıya danışıram, xaricilərə də danışıram ki, bizdə nəinki xanımlara da, yəni kişilər də bir-birinə. Yəni mən oturdum. İndi biraz sən otur, istirahət elə. Yəni belə nümunələr bizdə çoxdur. Təəssüf ki, bax bunlara həmişə danışmaq lazımdır, göstərmək lazımdır ki, cavanlar bunları da tətbiq etsin. Nəyi göstərsək, o olacaq həmişə. Bəli. Ona görə də çalışmaq lazımdır ki, negativləri paylaşmayaq, daha çox yaxşı şeyləri paylaşaq. O yaxşılardan da biri bugün bizim studiyamızdadır. Vüqar bəy, mən sizin həm müsahibələrinizi izləmişəm, digər yerlərdə olan müsahibələri, həm məlumatlıyam. Bugünkü bizim müzakirə edəcəyimiz məsələ çox həm dərindir, həm sosialdır, həm də bu sosialın bir qədər də praktik tərəfi var. Günümüzdə bir çoxlarının həm şikayət elədiyi, həm gileyləndiyi, eyni zamanda arzuladığı biznes tərəfi var. Bu biznesə can atanlar var, amma məlumatlıdırlarmı, məlumatsızdırlarmı, təhsil məsələsi var və yaxud da təhsil alan biri gəlir, hər hansısa X bir müsahibəyə, o müsahibədən keçə bilmir. Ortada çox böyük bir uyğunsuzluq var. Bu nəyin nəticəsidir? Mən biraz kökündən başlayayım. Bu dəqiqə biz sizinlə getsək hər hansı bir məktəbə, 9-cu sinif olsun, 10-cu sinif olsun, 11-ci sinif olsun, yaxınlaşaq bu eksperiment keçirdək. Mən indidən bilirəm ki, nəticəsi nə olacaq. Soruşaq peşələr haqqında. Yəni soruşaq ki, misal üçün bilirlərmi layihə idarə etməsi nədir, insan resursları nədir, nə ilə məşğul olur, əməliyyat idarə etməsi nədir, nə bilim risklər idarə olunması nədir, compliance nədir, IT kim istəyir IT istiqamətində eləmək, onlardan soruşaq ki, bilirlər IT-nin hansı istiqamətləri var. Ən yaxşı halda IT-ni kompüter biləcəklər. Yəni maksimum proqramlaşdırma bilirlər. Yəni orada informasiya təhlükəsizliyi var, nə bilim, data bazanın adminliyi var. Yəni çox istiqamətlər var. Necə ki, misal üçün kim ki həkim olmaq istəyir, orada da çoxlu sahələr var və cavanlar bu peşələri bilmir. Hətta özüm maraqlanmışam da neçədən universitetdən, məktəbdən soruşuram ki, sizin universitetdə, məktəbdə siz bilirsiniz ki, sizdə təşkilatın strukturu necə qurulub? Yəni ən başda kimdir, onun tabeçiliyində kimdir, onların altında kimdir? Yəni ümumiyyətlə elə sualdan heç kim öz sualı özünə vermir və məktəblərdə, universitetlərdə orada keçmirlər ki, bu təşkilatın strukturu olur. Onlara o sualı verən də yoxdur. Hansı pozisiyalar olur? Yəni təsəvvür edin ki, siz peşə seçməlisiniz. Siz seçməlisiniz ki, hansı universitetə daxil olursunuz, amma peşələrdən xəbəriniz yoxdur. Bəli. Siz nəyisə görürsünüz qıraqda, bilirsiniz bir neçə dənə peşə var, nə bilim polis, prokuror, nə bilim. Oradan da yaxşı pul qazanmaq olur, yaxşı maaş var. Və heç bilmirsiniz ki, hüquqşünasın da çoxlu istiqamətləri var. Ancaq elə bilirsiniz ki, hüquqşünasısa deməli gedib məhkəmədə çıxış eləyir, amma orada da çoxlu istiqamətlər var da. Yəni korporativ tərəfi var, məhkəmə tərəfindən başqa, intellectual property dillərdə, yəni bu brendlərin qorunması falan, yəni çoxlu sahələr var və mən düşünürəm ki, bunu hətta proqramlara salmaq lazımdır. Bu təşkilatın strukturudur, peşələrdir ki, insanlar bilsin ki, hansı peşələr var
onları araşdırsın və daha doğru seçim etsin. Çünki başlılar hansısa özümü götürək də, özüm Neft Akademiyasında oxumuşam, amma neftçi deyiləm və Azərbaycanda kimi soruşsa 70-80% öz peşəsinə, oxuduğu peşəyə uyğun çalışmır. Bu da faciədir. Neftçi olmuşam da, belə petroleum engineering. Bu ondan irəli gələ bilirmi ki, diplom adı ilə oxuyanlar var. Diplom adı ilə oxuyanlar var. Tək ki diplom olsun, amma praktikaya yönlənmir. Bəli, əslində bizdə diplom bir son nöqtə kimi görsənir. Elə bir layihədir, diplomu aldın, həyatın düzəldi. Yəni diplomdan sonra nə baş verir? Yəni məqsəd elə bil kağızdır. Bəli. Bu da əslində faciə odur ki, kariyer olmalıdır, nəticə, iqtisadiyyatda rolum, karyeranı necə quracam, necə uğurlu olacam. Bu olmalıdır son nöqtə. Bizdə isə insanlar elə bilir ki, diplom almaqdır son nöqtə. Hətta yadımızdadır ki, kimsə instituta daxil olmayıb, intihar eləyib, nəsə olub ki, yəni elə bilib ki, faciədir də. Yəni bu əslində sadəcə harasa aparan bir yoldur. Burada da valideynlər biraz günahkardır deyərdim. Məncə hamımız günahkarıq. Yəni həm valideynlər, həm universitetdə təhsil sistemi. Yəni burada valideyn sadəcə bu xidmətdən istifadə edəndir də. Yəni mən həmişə hesab eləyirəm ki, hər şeyə bir biznes yanaşması olmalıdır, nə formadadır. Biz misal üçün əgər nəyəsə yatırım eləyiriksə, pulumuzu, vaxtımızı bilməliyik ki, nəticədə nə alacağıq və o yatırımla müqayisə eləməliyik. Adi bir misal deyim. Biz istər-istəməz uşaqlara yatırım eləyirik pul və vaxt baxımından, müəllimə pul veririk, təhsilə pul veririk və düşünür və saymırıq o pulu. Və sonra fikirləşməliyik ki, əgər hesab eləyək ki, bu uşaq deyil, bu biznesdir. Siz nəsə alırsınız, sonra baxırsınız ki, o biznes sizə nə qədər pul gətirəcək. Uşaq da bir yatırımdır. Baxmalısınız ki, siz bu qədər investisiya elədiniz, onu necə geri qaytaracaqsınız? Bu sualı heç kim özünə vermir. Deyirlər, getsin təhsilə, sonra nə olur? Valideyni borc elə olmur. Sonra deyirlər ki, misal üçün, niyə cavanlar gedir xaricə, sonra qayıtmır? Çünki orada da investisiya baxımından biznes kimi yanaşsaq, baxırlar ki, orada illik təhsil haqqı nə qədərdir? Fərz eləyək ki, nə bilim, 20.000 dollar ya avro pul xərcləyir ildə. 4 il orada oxuyur, onu vurun, sonra qayıdır, burada maaş almalıdır. Maaşı hesablayır, görür ki, o pul heç cür çıxmır. Ödəyə bilmir onu. Ödəyə bilmir. Yəni o investisiya qarşılığında əvəz etmir. Yəni biz biznes kimi baxsaq ki, nə qədər yatırım eləyək və o sonra nə qədər pul qayıtmalıdır, daha effektiv olar. Yatırım məsələsindən danışmışkən, gəlin o zaman suala biraz da əhatəyə alım mən. Biznesin tələb etdiyi bacarıqlarla təhsilin verdiyi bilik niyə üst-üstə düşmüş? Çünki soruşan yoxdur ki, nələr lazımdır. Elementar olaraq indi bu dəqiqə AI-nin hesabına minlərlə yeni vakansiyalar açılıb da, yeni peşələr açılıb və köhnə peşələr hamısı transformasiya olur. Artıq yeni biliklər tələb edir. Gəlin gedək Təhsil Nazirinə bir soruşaq, xəbərləri var o yeni vakansiyalardan. Sədalaya bilməyəcəklər heç birini. Çünki araşdırmırlar, onlara maraqlı da deyil. Onlar qapalı bir ekosistem yaradıblar. Yəni beynəlxalq hansısa sistemi götürüblər və onu yeniləmirlər və baxmırlar ki, biz keçdiyimiz ümumiyyətlə biznesə lazımdır yoxsa yox. Mən bəzən olur ki, universitetlərdə nəsə leksiyalar keçirəm və onlara sual verirəm hansısa pozisiyalar üzrə. Bu ən tanınmış universitetlərdən biri idi. Adını deməyəcəm, biabır olmasın. Soruşuram tələbələrdən ki, bir 50 dənə tələbə var. Soruşuram ki, kim bilir ki, layihə idarə etməsi nədir? Project management. 3 nəfər əlin qaldırır, qalanların xəbəri yoxdur. Neçə nəfərdən? Bir 60 nəfər adam var, 3 nəfər qaldırır. O üçü düz bildi olmasa? Düz bildi, amma nəyə görə? Çünki biri sonra bildim ki, mənim tanışımın oğludur. Layihə idarə etmə üzrə ekspertdir. Azərbaycanda kurs keçir, onun atasından bilir. Digərləri də hardansa, nə bilim, onlar da hardansa kəsişi bilir. Qalanların xəbəri də yoxdur. Soruşuram ki, özü iqtisad fakültənin nümayəndələri də vardı. Soruşuram ki, budgeting, büdcələmə kim bilir nədir? Heç kim əlini qaldırmır. Nə bilim, P&L nədir, heç kim əlini qaldırmır. Yəni bazı şeylərdir ki, bunlar biznesdə olmalıdır, xəbəri yoxdur. Cəmaət CV yaza bilmir. Yəni bilmir ki, intervyuya gələndə necə hazırlaşmaq lazımdır. Hazır materiallar göndəririk ki, hazırlaşın gəlin də. Yəni şirkət yanına gələndə bilməlisiniz ki, siz hansı şirkətə gəlmisiniz, şirkət nə ilə məşğul olur, sizdən nəyi tələb eləyir, nədir ki, yəni yaxşı özünüzü belə deyim də intervyuda göstərə biləsiniz, suallara cavab verə biləsiniz. Artıq öz ideyalarınız formalaşmalıdır ki, gələndə nəinki suallara cavab deyə bilərsiniz ki, sizin biznesdə bilirsiniz, bunu da eləmək olar, onu da eləmək olar ki, intervyu belə deyim də biraz görüşə dönsün də, təkcə sorğu suala olmasın. Gəlirlər, deyirəm, baxmısınız materialı, deyir, yox, araşdırmısınız, yox, görən məhsulu cavab verə bilmirlər. Aydın məsələdir ki, bu problem təkcə bizdə deyil, bütün sahibkarlarda bu problem var. Yəni adam tapmaq çox çətindir. İnsan da şirkətin, biznesin ən vacib resursudur.
Bax özümü nümunə gətirdim. Mən özümə müəyyən dövrdən sonra tam arxayın idim ki, istənilən şirkətə gələndə mən həmin şirkətə çoxlu dəyər gətirəcəm. Yəni bilirəm ki, nəyə toxunacam, onu yaxşılaşdıracam. Hansı sahəyə gələcəm, başlayacam onu genişləndirməyə. Öz potensialını insan bilməlidir. Amma bizdə necə olur? Çox vaxtı elə adam seçirik ki, artıq məcburiyyət qarşısında, yəni kadr yoxdur. Kimsə bu işi görməlidir. Bizdə bu dəqiqə biznes bir məktəbə çevrilib. İnsanlar gəlir, işdə başlayır öyrənməyə nəyisə. Yəni biz elə bil məktəbik. Elə mən onu soruşacaqdım Vüqar bəy. İnsanlar var ki, özünə təcrübə yığmağa yer axtarır əslində. Praktikada özünü göstərməlidir. Bəzən təhsillə praktikanın üst-üstə düşmədiyi, bir-birinə uyğun gəlmədiyi bir dövrü keçir. Praktikada özünü göstərə bilmir. Adam təhsillidir amma. Yəni praktikaya yer ayrılırmı bəs bu qədər gəncə iş üçün? Məcburiyyət qarşısında eləyirik. Bu məcburiyyət qarşısında olmalıdır. Bəli, çünki biz artıq özümüz yetişdiririk gəncləri. Onlar gələndə hesab edin ki, bir çoxsa heç nə bilmir. Ya da biz məsəl üçün fikir verirəm ki, biz nadir belə deyim də insanları tapırıq ki, hansının ki özünün potensialı çox yüksəkdir. Baxmayaraq ki, təhsil sistemi zəifdir. Yəni onlara lazım olan şeylər verilmir. Onlar özlərində məşğul olub ya da gedib xaricdə oxuyublar. Yəni diri başdılar. Təhsili az olub, praktikası güclü olanlar var. Onlar da var. Eləsi də var, eləsi var ki, sadəcə hər şeylə maraqlanır. Burada gəlir Əlahəzrət həqiqət. Bu o həqiqət ki, bəlkə praktikada sizin öyrətdiklərinizi elə sizin nümunənizdə universitetlərdə öyrətsinlər uşaqlara. Elə də olmalıdır. Bax, Amerika universitetlərində deyəcəyiz ki, niyə belə bahadılar? Məsəl üçün, bir çox universitetlərdə real praktikası olan insanlar, hətta ölkələrin prezidentləri belə gəlib dərs keçirlər. Həmən Obama'da dərs keçirdi, Saakashvili'də dərs keçirdi, aransı, nə bilim, tanınmış biznesmenləri gəlib dərs keçirdi. Şirkətlərin rəhbərləri. Bəli, şirkətin rəhbərləri və bu normal bir proses olmalıdır. Bəli. Çünki onlar dediyi məlumat, mən özüm bizdə də olub. Məsəl üçün, mən Azizdə oxuyanda Zerkala güzgü qəzetin bir reportyoru gəlmişdi və bütün patokda dərs deyirdi. Bütün nə patokda avara var, hansı ki dərsləri buraxırdı, nə edirdi, həmən dərsdə hamı gəlib oturur. Maraq var idi. Çünki maraq var idi. Gəlirdi öz təcrübəsindən danışırdı ki, Yaponiya getdi belə oldu, nə Afrikaya getdi belə oldu. Hər şey hamıya maraqlı. Yəni, gəlirdilər o dərsdə otururdular, sonra çıxırdılar, gedirdilər. İnsanlarda marağı da yaratmaq lazımdır. Onlar Yaponiyaya gediblər, biz də bir dənə reklama gedək, sonra qayıdaq. Fasiləyə gedək. Fasilədən sonra dönəcəyik dostlar. Vüqar Cəfərov bizimlədir. Suallarınız varsa ünvanlaya bilərsiniz. 077 44 77 101 nömrəsi ixtiyarınızdadır. Qaldığımız yerdən davam edirik dostlar. Vüqar bəy bizimlə bərabərdir və biz biznes eyni zamanda təhsil arasında xəyalən mövcud olan amma dağılmış bir körpüdən danışırıq. Bu çox maraqlıydı. Amma bu mövcudluğu da yaratmaq üçün bir strategiyaların qurulmağı lazımdır. Bir fikirlərin, bir təbliğatın aparılmağı lazımdır. Amma bu təbliğat necə? Sosial şəbəkələrləmi, televiziya vasitəsiləmi, necə, nə formada? Bugünkü gündə gənclərimizə məhz sosial şəbəkələrin böyük təsiri varmı bu yöndə? Negativ əsas olaraq sosial şəbəkə sadəcə bir məlumat alınan bir kanal kimi vasitədir. Ona görə insan nəyi tapmaq istəyirsə, sosial şəbəkə o məlumatı ona verir. Bizim də məqsədimiz odur ki, insanlar yaxşı şey tapmaq istəsin. Yəni o bir intellektual qidadır da. Yəni sosial şəbəkələrdə orada alqoritmlər həmişə insan nəyə daha çox baxırsa onu verməyə başlayır. Yəni fərz eləyək ki, mənim sosial şəbəkəmə açsaz tamam başqa məlumat məndə çıxacaq, digər insanda tamam başqa məlumat. Ona görə və onun heç bir məqsədi güdmür sosial şəbəkə ki, sizi daha ağıllı eləsin, sizə düzgün kontent versin. Sizə nə maraqlıdır onu verir ki, daha çox vaxt keçirdəsiniz. Ona görə əsas insan nəyi qavramaq istəyirsə, nəyi bilmək istəyirsə, bax ora təsir eləmək lazımdır ki, düzgün şeyləri istəsin, düzgün istiqamətdə. Məsələ burasındadır ki, düzgün şeyləri istəyirmi? O hardan bilə bilər ki, xəbəri yoxdur axı. Hətta mən də onu deyirəm. Ona o məlumatı vermək lazımdır. Bax siz düzgün vurğuladınız, vacib sözdür, strategiya. Hər insan, hər valideyn, hər uşağı üçün kömək eləməlidir ki, düzgün strategiya vursun. Çünki strategiya bizim son nöqtə ki seçirik. Ora çatmamız üçün əsas addımları artıq formalaşdırır ki, biz nə eləməliyik ki, yaxşı yerə çataq. Hansı məlumatlar almalıyıq, nəyi öyrənməliyik, hansı mühitdə olmalıyıq, harda vaxt keçirməliyik. Bu əsas məsələ budur. Bu strategiyada yoxdur.
və elə bil ki, gəmidə hər uşaq üzür okeanda. Hara gəldi üzür. Hara gəldi üzür, bilmir ki, hara üzür. Axırda deyir ki, harası gəlib çataram. Belə olmur. Boşluğa gedir düşür onda da. Belə bir müqayisə sizə deyim. Təzəlicə bir hakatonda mentor qismində çıxış eləyirdim və gördüm ki, oradakı uşaqlarla həmən o mən dediyim universitetdəki gördüyüm leksiyada uşaqlar tamam fərqli yanaşmadı. Yəni oradakı hakatondakı uşaqlar qalib gəlmək istəyir. Orada bir yarış var. Və çox yaxşı uşaqlar idi. Yəni onlar çalışırdı ki, yaxınlaşıb maksimum səndən nəsə bilik alsınlar ki, hansı ki onların qazanma şansın çoxaldacaq. İnandırım sizə ki, həmin günü mən nə yemək yedim, nə su içdim, heç imkan yaratmırlar ki, 2 saniyə. O qədər həvəsli idilər, yəni, çox həvəsli yaxşı idi, qaçırdılar dalıca ki, biz ilə də bir 5 dəqiqə vaxt keçirdin, 10 dəqiqə suallarımız var. Yəni tamam 2 dənə fərqli mühit gördüm. Və bu mühiti yaratmaq üçün mənə elə gəlir ki, əsas Təhsil Naziri fokuslanmalıdır bu istiqamətdə ki, uşaqları düzgün yönləndirsin. Bu dəqiqə mən hesab edirəm ki, o yoxdur. Vüqar bəy, 2 nümunəmiz var sizin timsalınızda. Hakaton nümunəsində olan bizim gənclərimiz, bir də universitetdə təhsil alan bizim gənclərimiz. Teorik bilik, həmin oradakı teorik bilik niyə görə praktikada işləmir? Problem nədədir? Biz bunları necə birləşdirək? Teoretik bilikləri verəndə mütləq onların necə praktikada tətbiq olunmasını da öyrətməlidirlər. Amma çox vaxt bunu görmürük. Özüm də vaxtı ilə universitetdə bu yolu keçmişi bir çox şeyləri keçirdim. Soruşurdum ki, yaxşı mən bunu həyatda necə tətbiq edim? Sualın cavabını tapa bilmirdim, çünki müəllimlər özləri də bilmirdi. Sonradan araşdırma yolu ilə gördüm ki, bu nə üçünsə lazımdır, bunu necəsə istifadə etmək olar. Mən deyirəm, əgər hansısa bilik onu tətbiq edə bilmirsinizsə, deməli siz elə belə kitabxanasınız da, yəni məlumat toplayırsınız və heç bir faydasını görmürsünüz. Ona görə baxmaq lazımdır ki, hansı biliklər istifadə oluna biləndir. Bəli. Və fokusu buna etmək lazımdır. Yəni biz əgər insanı məktəbdə, universitetdə həyata hazırlayırıqsa, fokuslanmalıyıq ki, bazar nə istəyir, hansı bilikləri ona verək. Yəni sahibkarlardan, biznesdən soruşmalılar ki, biz nə hazırlayaq ki, onlar dərhal gəlib daha effektli olsunlar, daha uğurlu olsunlar. Vaxt itirməsinlər. Yəni nə bu suallar var, nə təhsil sistemində çeviklik var ki, bu mühitə uyğun dəyişiklik eləsin. Baxsınlar ki, hansı sahəni iqtisadiyyatda Azərbaycanda inkişaf elətdirmək lazımdır. O sahədə daha çox insanı hazırlasınlar, ekspertlər xaricdən cəlb eləsinlər ki, onlar öyrətsin bizim gənclərə. Adi elementar misal deyim də sizə. Belə ən ağrılı yer və problemlər dərhal görsənən bir yer, hansı ki biz videləyirik ki, o problem yoxdur. Adi misal deyim. Uşaqlar ingilis dilini keçir məktəbdə, universitetdə. İngiliscə danışa bilirlər? Yox. Xeyr, bəli. Rus dilini keçirlər? Danışa bilirlər, rusca yox. Alman dilini keçirlər, danışa bilirlər, yox. Yəni bu elə sahələr var ki, orada problem dərhal görükür. Yəni, ola bilər ki, riyaziyyatı tam görməyə bilərsiniz ki, kimsə bilir yoxsa bilmir, amma ingilis dilidir, rus dilidir, onu dərhal bilirsiniz. Yəni biz turizmlə danışırıq, hər şeydən danışırıq, ingilis dili bilmirlər. Bu prinsip köklü, çox üzr istəyirəm. Bu prinsip köklü gələ bilərmi? Müəllimlərdən asılıdırmı? Məsələn, rus dilini nümunə gətirdiniz və ingilis dilini nümunə gətirdiniz. Şahidi olmuşam, yaşamışam da, görürəm də, müəllim elə bir formada dərs keçir ki, o dərsi dinləmək istəmirsən. O enerjini ötürə bilmir, o cümlələri düzgün seçə bilmir və yaxud ötürmə prinsipi, danışma prinsipi doğru deyil, düzgün yolu seçmir. Ötürəni də tapmaq lazımdır da. Yəni bu artıq köklü olaraq müəllimlərdən asılıdırmı? Artıq müəllimlərdən mi yəni bunun dərsini keçmək lazımdır? Bax, indiki bizim təhsil ministri mən nisbətən nə xoşuma gəlir ki, o hiss edirəm ki, reformatordur. Sadəcə reformalarını eləyə bilmir, çünki böyük müqavimət görür. Yəni mən gördüyüm odur. Mən misal üçün olsaydım təhsil naziri, mən bir çox insanı məcbur olardım işdən çıxardım. Çünki əgər ingilis dili keçirsənsə, buna görə maaş alırsansa, uşaq ildən ilə ingilis dili keçirsə və ingiliscə danışa bilmirsə, deməli bu adam işləməməlidir orada. Heç onun dərsinə amma bizdə icazə vermirlər o insanı işdən çıxartmağa ki, işsizlik olacaq nəsə. Yəni siz əgər fərdi universitet olsaz, bu biznes olsa, siz saxlayarsınız müəllimi hansı ki ingilis dilini öyrədə bilmir. Yəni dərhal başqasını tapır. Amma bizim bu təhsil sistemində dövlət tərəfindən idarə olduğuna görə iki tərəfli baxır. Həm baxır ki, işsizlik olmasın, işdən çıxarılmaq olmaz, cəmaatın reaksiya olur. Ona görə bu bir-birində konflikt yaradır. Amma bu elə olmamalıdır. Çünki əgər
bu vaxt sərf eləyirsə uşağa, bu sabah invalid çıxacaq oradan. Yəni bu ingilis dilini bilməyəcək, gedib təzədən öyrənməlidir bunu. Həmin o konflikti biz nəticəsini gördük son buraxılış imtahanlarında ki, bir çox valideynlər şikayətləndirdilər məhz ingilis dilindən ki, ingilis dilində olan suallar çətin idi. Uşaqlar dinləyiblər, başa düşməyiblər nə deyir, dərk eləməyiblər tam şəkildə. Çünki yenə də kökü gəlir az əvvəl sizin dediyiniz məsələyə. Buradan bir qədər də gətirək məsələni praktika tərəfinə. Bu əslində bizim danışdığımız bu təhsil ingilis dilinin nümunəsindən deyəcəm. Sektorlara da zərbədir. Turizm sektoru ən böyük zərbəni turizm sahəsi alır məhz bu sahədə. İngilis dilini bilməmək ucbatından bütün sahələrdə təbii ki təsiri var. Amma Azərbaycan qeyri-neft sahəsi olaraq turizmə biz fokuslanmışıq. Yenə də nəticə etibarilə adi bizim gidlərimiz var ki, bu gidlər ingilis dilində normal danışa bilmirlər. Bütün sahələrdə, turizm elə biznesi götürək. Bax, dünənləri bizim bir müştəri şirkəti ilə görüşümüz var idi. 2 dənə bu dəqiqə vakansiyaları var və istər-istəməz Amerika təşkilatıdır və orada tələblərdən, vaciblərdən biri ingiliscə danışmaq bacarıqdır. Yəni o ingiliscə danışmaq bacarığı artıq filtrdən o qədər insanı qırağda qoyur ki, əgər hamı ingiliscə danışsaydı, onların arasında düzgün insanı seçmək daha asan olardı. Doğru. Amma müəyyən ancaq az kütlə ingiliscə danışdığına görə məcbur olub onların arasında seçirlər və çox çətin olur. Eyni vakansiyalar uzun müddət açıq qalır, adam tapa bilmirlər. Doğru. Yəni bütün sahələrdə elədir. Turizmdir. Turist gəlir, bir dənə insan ona içinə baş sala bilmir, amma qalır. Qabaq heç olmasa rus dilini çox bilirdilər. Heç olmasa o ölkələrdən gələn insanlar normal deyirdi ki, nə yaxşı burada rusca danışırlar, özünü evdəki kimi hiss edirdilər. İndi onları da itirmişik. Yəni onların da sayı xeyli azalıb. İngilis dilini də öyrənməmişik. Məsəl üçün Gürcüstanı mən çox vaxtın nümunə kimi gətirirəm. Onlarda rus dili çox azalıb. Yəni gənclər rus dilini demək olar bilmir, amma ingilis dilini hamı bilir. Və çox sadə üsulla ona nail oldular və mən bizim təhsil sistemində olan əməkdaşlardan onu soruşdum ki, niyə bizdə ingilis dili bu gündədir? Başlayırlar maliyyədən, büdcədən, ondan danışmağa. Deyirəm, nə oldu? Gürcüstan hardan tapdı büdcəni? Saakashvili vaxtı ilə bu qırmızı xaç qurumunun onlardan pulsuz xahiş eləmişdi. Onlar bütün volontyorların gətirmişdilər Gürcüstana. Başladılar ingilis dilini hamıya keçməyə. Nə pul xərclədi, həm də belə də native speaker, real ingiliscə danışa bilən insanlardan başladılar ingilis dilini öyrənməyə. Necə oldu ki, onlar qısa zamanda bunu həll eləyə bildilər, biz həll eləyə bilmirik. Müəllim sayı azdır, maaşların artırın, yaxşı ingilis dili bilənlər gəlsin, heç olmasa müəyyən saatları onlarla danışsın, nəsə danışıq klubları yaradın, subsidiya eləyin ki, səviyyəni artırın. Yəni siz ingilis dilini harda öyrənmisiniz? Yəni ki, Azərbaycanda, düzdürmü? Özüm öyrənmişəm. Yəni burada öyrənmisiniz. Magistraturada mən Xəzərdə ingiliscə oxumağa başladım, məcbur oldum, öyrəndim. Ondan qabaq heç bilmirdim. O da lazımi səviyyənə gəlib çıxana qədər nə qədər vaxt getdi. Uşaqlarımı fərdi məktəbə vermişəm ki, ingiliscə rahat danışa bilsin. Azərbaycanda. Demək yəni var da bunu eləmək lazım. Hamı büdcəsi yoxdur axı gedib fərdi məktəbə. Yəni onu təhsilə gətirmək lazımdır. İndi belə bir fakt var. Fasilə ayrılırıq. Fasilədən sonra istəyirəm sualıma cavablandırarsınız. Burada belə bir fakt ortaya çıxır ki, dil biliyi lazımlığı bu gün Azərbaycanda gəncləri dindirəndə, danışdıranda nəyə yönlənir? Hardan çox pul gəlir? Mən necə daha çox pul qazana bilərəm? Hardadır? Biznes adını ticarət mərkəzlərinə tuturlar. Mən ticarətçi olmalıyam prinsipilə. Orada dil lazım deyil də. Aldım, satdım, verdim, bitdi məsələsi. Bu kimi prinsiplərlə inkişaf etməkləri də bəlkə də dil nəyinə lazımdır? Belə baxanda Çin dili və yaxud ingilis dili kimi düşünürlər. Bunu fasilədən sonra istəyərəm müzakirə edək. 2 mərtəbəli yerim olsun. Ay sağ ol. Bilirik, altın üstünədir. Eyni ilə. Davam edirik. Rəfail. Elə gülməli hadisələr olur ki, həqiqətən, yəni baxırsan, təəccüblənirsən, məhtər qalırsan ki, niyə? Elə o gülməli hadisələrdən biri də dil biliyi nəyimə lazımdır. Ticarət qurum özüm üçün, bir obyektim olsun. Mənə lazım deyil hansısa bir dilləri bileyim, gedim, təbliğ edim, hətta davamda edim. Ayda 3-4 min gəlsin, bəsimdir. Neynirəm o dili? Neynirəm dili? Bugünkü vəziyyətə baxanda əslində elə görsənə bilər və niyə görə belə görsənir? Çünki biz qapalı bir sistemdə yaşayırıq. Bax, yenə də Gürcüstandan nümunə gətirəcəm. Oradakı cavanlar görürəm ki, çoxlu səyahət eləyir. Onlarda çox ucuz səyahət.
Kimi dindirirsən Amerikada olub, Almaniyada olub və bəzən aeroporta çatmaq onlara daha baha başa gəlir, nəinki low-costerla səyahət eləsin, arası Almaniya uçsun. Ona görə onlar çoxlu dünya görürlər, ölkələr görürlər. Hələ özümü də nümunə götürsəm, məsəl üçün mən də məktəbdə ingilis dilini keçmişəm, amma öyrənməmişəm. Nəyə görə? Çünki tələbat hiss eləməmişəm. Yəni çıxırsan məktəbdən, heç yerdə ingilis dili yoxdur. 45 deyil. Televiziya ingiliscə baxmırdım. Ona görə bir qulağımdan girirdi, o birisi qulağımdan çıxırdı. Eyni şeydə bizim gənclərdə. Əgər onlar çölə çıxanda çoxlu turist olsaydı, ingilis dilli insan olsaydı, onlar danışardılar. Əgər onlar çoxlu səyahət eləsəydilər, orada danışmaq üçün hiss eləyəcəkdilər ki, ingilis dilini bilmirəm, fikrimi izah eləyə bilmirəm, kompleks yaranacaqdı, öyrənəcəkdi. Niyə görə insan öz ölkəsində hansısa dili gecə öyrənir, amma həmən ölkəyə gedəndə 2 aydan sonra başlayır həmən dildə danışmağa. Yəni tələbat və mühit. Bizdəki mühit tələbat yaratmır. Bəli, ona görə mühiti dəyişmək lazımdır ki, tələb yaransın. Belə bir misal da verim. Çinlə Hindistanı müqayisə eləsək, Çin də çox güclü inkişaf eləyib Hindistanda, amma Hindistanda ingilis dili əsas dillərdən biridir. Yəni onlar üçün ingilis dili doğma dilidir. Çox gülməlidir. I'm from Bangladesh, India, amma yenə də yəni ingilis dilidir də. İndi baxsaz bir çox ən belə güclü şirkətlərin rəhbərləri belə Hindistandandır. Onlar üçün bu baryer çox asan oldu. İngilis dili olduğuna görə onlar rahat istənilən ölkədə gedib çalışa bilirlər. Yəni bu baryer yaranmır. Bizdə bu baryer var. İndi bu dəqiqə həm harasa xaricə getmək üçün, yəni müəyyən ancaq bir insanlar var ki, gedib rahat orada həyat qura bilər. Və bizim üçün harasa xaricə getmək belə bir böyük addımdır ki, oturursan hamı ilə məsləhətləşirsən, sənə biri deyir getmə. Xaricilərdə bu normal bir prosesdir. Bir gün burada işləyir, sabah başqa şəhərdə işləyir. Yəni onlar çox açıqdırlar bu proseslərə də. Bu da hamısı həm təcrübədir. Bəli, əlbəttə. Xaricdə olan təcrübəni bura gətirməyə, eyni zamanda oradan gələnlər bura gətirir. Yəni bizdə Azərbaycanda təcrübə bazarı haçan çox dəyişdi. Xarici şirkətlər bura gəldi, bu neft layihələri ilə bağlı həm yeni standartlar gətirdilər, yeni biliklər gətirdilər, yeni kurslar gətirdilər və bu bizim bazarı xeyli dəyişdi. Amma təəssüf ki, bu müəyyən vaxt oldu. Faiz nisbətində həm də az oldu. Müəyyən vaxt oldu və ondan sonra dayandı, davamı gəlmədi, amma gəlmədi. Əsas odur faydalı şeyləri gətirsinlər. Faydasızlar hələ ki lazım deyil. Gətirdi bu tanınmış şirkətlər ki, BP-ni nümunə gətirə bilərəm. Bizim bazarı nə qədər dəyişdilər də. Bizdə insanlar hardasa işləyəndə belə əlcək geymirdi, kaska geymirdi. Pilləkəndən keçində ağırlıq qaldırında heç bir standartlar yox idi. Onlar bu standartları gətirdilər və müəyyən bir bazar formalaşdı. Telekommunikasiya bazarında da misal üçün əvvəl operatorlardan birinin bazar payı xarici şirkət idi. O da həmən şirkətə çoxlu dəyər gətirdi, standartlar gətirdi. Hansı ki indi təəssüf ki aşağı düşüb. Onlar oradan çıxandan sonra. Yəni inteqrasiya dünyaya vacib olmalıdır. Biz çox qapalı mühitdə yaşayırıq. İndiki dövrdə daha çox istifadə olunan bir fikir də var, özünün inkişaf. Amma yəni düşünəndə, kənardan daha doğrusu müşahidə edəndə görürsən ki, özünü inkişaf adı ilə fərqində deyil bunu etməlidir. Məlumatsızdır. Bəli, amma indi çox asandır bu. Yəni bizim dövrdə belə bir imkan yox idi. Məhdud idi bizim dövrdə. İndi chatlar var, AI chatlar, hansına ki istənilən sualı vermək olar. Bəli. Biz hamımız bilirik ki, bu Makedoniyalı İskəndər olub, onun müəllimi olub Aristotel. Onun müəllimi Aristotel olmasaydı İskəndər nəyəsə nail ola bilərdi, yoxsa yox. Yəni bu çox vacib sual. İndi isə bizdə AI var. Bəli. Süni intellekt hansına ki istənilən sualı verə bilərsən. Bəli. Yəni bu məsləhətim də gənclərə bax, açın istənilən chatı, sual verin, deyin ki, mən olmaq istəyirəm filan kəs. Bunun üçün mənim yetərincə biliklərim varmı? Nəyi öyrənməliyəm? Necə öyrənməliyəm? Gəl ol mənim müəllimim. O sənə siyahı çıxartsın ki, nəyi öyrənməlisən, nəyi oxumalısan. Onu oxu, sonra gəl ki, oxumuşam, gəl məni yoxla, mən necə başa düşmüşəm, dialoq apar. Yəni sizin Aristotel sizin telefonunuzda, sizin kompüterinizdadır. Bundan istifadə edin. Ondan da düzgün istifadə etmək lazımdır. Və daha uğurlu olun bunun hesabına. Yəni bir çatı açın və başlayın orada yavaş-yavaş özünüzü ölçün, intellektual səviyyənizi. Bir bələdçi kimi sizi qiymətləndirsin. Bəli, və bu imkan bizim gəncliyimizdə olmayıb da. Bunun kimi imkandan yararlanmaq lazımdır mütləq. İndi də yararlanmaq, amma düzgün yararlanmaq lazımdır. Hətta bu nümunəni deyirəm, chat GPT olsun, sadəcə olaraq adını çəkirəm. Hər hansısa bir söyüş öyrətmək və ya da söyüş soruşmaqla heç bir inkişafdan söhbət gedə bilməz. Bizdə görürəm ki, çox adam sadəcə onun əvəzində müəyyən işi görmək üçün istifadə edir. Deyir, bunu elə kopyalayır, istifadə eləyir, amma onu müəllim kimi istifadə eləsə daha effektiv olur. Hətta dil biliklərində belə mən
mən özüm təcrübəsindən keçmişəm. Çin dili çox maraqlı idi. Onu öyrətməyə başlayırdı və çox maraqlı bir praktika idi. Onu da deyim ki, insan özündə də bir motivasiya, həvəs olmalıdır. Həmin saatda onu artıq başlamalısan, həmin saat üçün formalaşdırmalısan. Bunun üçün də nə olmalıdır? İnsan özü həmin saata uyğunlaşmalıdır. Həmin saatı və özündə o elə az əvvəl dediyimiz motivasiyanı, o tələbatı hiss eləməlidir ki, mən bunu eləyim. Sənə əgər bu gün məsələn deyirəm, Çin dili bu dəqiqə lazım deyilsə, sən üstünlük verməlisən, sənə bu dəqiqə nə lazımdırsa, onda daha yaxşı olacaq. Təbii razıyam bu elə. Bir rubrikamız var, Radio Blitz, amma bu Radio Blitz'i reklamdan sonra eləyək. Fasilədən sonra nəinki iki rubrikamız olacaq sizinlə. Dostlar, Vüqar Cəfərov bizimlədir. Sizin də suallarınız varsa ünvanlaya bilərsiniz. Söhbətimiz o qədər maraqlı keçir ki, biz məcburən 2 rubrikanı bir yerə salmışıq. Bəli, məcburiyyətdən, çünki vaxtımızda da çox az qalıb, təxminən 6 dəqiqəlik bir müddətimiz qalıb. O yoxsa bu? Hazırsınızsa başlayaq. Bilmirəm söhbət nədən gedir, amma yəqin ki hazıram. Başladıq. Onda başladıq. Diqqət, müsabiqə başlayır. Vüqar bəy, təhsil yoxsa təcrübə? Hər ikisi demək olar. Nə çətin oldu bu sual. Diplom yoxsa bacarıq? Bacarıq. Universitet yoxsa özünə inkişaf? Özünə inkişaf. Teoriya yoxsa praktika? Hər ikisi. Startup yoxsa korporativ iş? Tam aydın deyil sual. Olsun. Və ən son, mentor yoxsa tək yol? Mentor. Mütləq. Bu maraqlı cavab idi. Gözlürdüm elə bu cavab əslində. Bizim sizinlə digər rubrikamız olub olmayıb adlanır. Hansı ki sizə sual verəcəyik, olub və ya olmayıb həmin hadisə. Doğrusunu deyil, səmimi cavabları gözləyirik. Olub yoxsa yox. Olub ya da olmayıb deyə bilərsiniz, başqa cavab qəbul olunmur. Düşünmək üçün 1 saniyə vaxtınız olacaq. Oldu. Vüqar bəy deyir ki, ay Allah, rubrika üstündə rubrika. Mən burada nə yaşayıram? Onda hazırsa buna da başladım. Hazırım. Görürsən, olub olmayıb. Hər şeyin istədiyiniz kimi getmədiyi olub olmayıb. Olub. İnkişafdakı boşluqları görüb nəyimə lazımdır deyib göz ardı etdiyiniz necə? Olub olmayıb? Olub. Heç sizdən gözləməz. Əsəbləşib, yorulub. Əslində mən başqa yolun adamıyam. Burada nə işim var dediyiniz olub olmayıb? Olub. İnkişaf yolu bir yerə qədər. Bundan sonra yalnız qazanc dediyiniz olub olmayıb? Olmayıb. Sizi dinləyib yenə də öz bildiyini edən olub olmayıb? Olub. Günlərinizi həsr elədiyiniz hansısa inkişaf yolunda uğursuz olduğunuz olub olmayıb? Olub. Əlinizdən gələnləri etmədiyinizi düşündüyünüz necə? Olub olmayıb? Olub. İnkişaf etmək istəyib amma bacarmayanlara dəstək olduğunuz necə olub olmayıb? Olub. Onun hara qədər bacarmayacaq olsa, hansı layihənizdən qərəzli şəkildə imtina edildiyi olub olmayıb? Bir də təkrarın. Hansı layihənizdən qərəzli şəkildə bilərəkdən imtina edildiyi olub olmayıb? Olub. Və son sual, suallara cavab verməkdən yorulduğunuz olub olmayıb? Olub dedi. Deyirəm bu gün olmayıb o. O bu gün aid deyil. Bilirdim onun cavabı olub olacaq, elə şübhələnmişdim. Yeri gəlmişkən son dəqiqələrdə biz mentorluqdan az əvvəl seçimlisi mentor oldu. Mən bildiyim qədərilə siz həm də ali təhsil ocaqlarında tələbələr üçün praktiki olaraq dərs deyəcəm, dərslər verirsiniz, seminarlar keçirirsiniz. Gözləndirmi yenə də belə bir inkişaf üçün? Hansısa universitetin bir tələbələri ola bilər ki, bizi dinləsinlər. Varmı planda belə bir şeylər? Səhv eləmirəmsə mayın neçəsi idi yadımdan çıxdı. Deyəsən onu səhv eləmirəmsə, dəqiq tarix yadımda deyil. Olmalıdır İqtisadiyyat Universitetində. Deməli orada maraqlı mövzu olacaq. Elə az öncə danışdığımız bu AI simulyasiya eləyəcəm. Çox maraqlı. Göstərəcəm ki, AI-dən necə istifadə eləmək olar ki, daha inkişaf yolu daha effektiv olsun. Ki bir neçə elə bil ki ssenari seçəcəm. Məsəl üçün bir xanım elə bil ki həkim olmaq istəyir, digər kimsə proqramist olmaq istəyir və s. və AI-dən istifadə edərək necə daha uğurlu olmaq və nöqtəyə çatmaq. Belə bir simulyasiya etmək istəyirəm. Bu çox maraqlıdır, amma burada məndə artıq bir sual yaranır ki, deməli biz süni intellekt vasitəsilə həkim mi ola bilərik, yoxsa hər hansı bir peşənin sahibi ola bilərik? Yox, bu daha çox belə mentorda düzgün istiqamətləndirmək, demək ki, öz hansı bacarıqlarını artır, intellektual səviyyəni necə artır, daha effektiv necə ol. Yəni daha çox bu istiqamətdədir və sonra o səni yoxlayır da. Məsəl üçün deyirsən ki, mən falan kitabı oxudum. Yoxlaya bilərsən nə qədər yaxşı qavramışam, mənə suallar ver, mən cavab verim. Yəni bu formatda işləmək olar. Ya da ki mən ən çox sevdiyim nədir? Mən həmişə deyirəm ki,
sual verin ki 100 ballıq şkala ilə sizin intellektual səviyyənizi ölçsün. Necədir? Bir iki dəfə Və sonra mənə analiz eləyin ki, niyə bu qədər bal verib daha çox və ya daha az verməyib, hansı bacarıqlar çatmır, mən nəyi öyrənməliyəm ki, daha yüksək məni qiymətləndirəsən. Çünki ola bilər ki, siz bir çox şey öyrənəsiz, amma intellektual səviyyəniz daha aşağıdırsa, yəni qavrama bacarığı çox vacibdir. Bəli. Yəni fərqi var da, misal üçün itə nəsə öyrədirsən, yoxsa dovşana it. Bəli, təbii ki. Elə dovşan. Ona görə çox vacibdir ki, bacarıq qavrama bacarığın artırasınız ki, daha çox məlumat alasınız. Buradan da o nəticəyə gəlirik ki, insanlar, gənclər daha doğrusu, hansı ki özünə bir gələcək düşünən insanlar bilməlidirlər nə istəyirlər, necə istəyirlər. Mən istərdim bir məsləhətiniz varsa, elə bu yolda olan şəxslərə bir məsləhət, qısa bir məsləhət. Günümüzün gəlin elə onu 3 qızıl qayda eləyək. Vüqar bəyin 3 qızıl qaydası bizi dinləyənlərə. Verilişdə toxunduq əsas məqamlara. Dediyim kimi, cavanların vaxtı var ki, onlar araşdırsınlar, nəyisə özləri üçün seçim eləsinlər. Ola bilər ki, sonra o seçim dəyişsin. O da mütləq deyir ki, nəyisə yolu seçdiniz, deyirsiniz, yox, ölənə qədər mən bura gedəcəm. Əksinə vaxt tələb eləyir ki, siz çevik olasınız. Bir yerdə uyanmalıdır ki, bu sənlik deyil. Amma ən azı daha çox məlumat almaq, araşdırmaq ki, hansı sahə mənə maraqlıdır, mən harada effektiv ola bilərəm, harada xoşbəxt ola bilərəm, əsas odur. Harada özümü tam göstərə bilərəm. Yəni birinci məsələ odur. İkinci məsələ əlbəttə ki, vərdişlərdir. Gözəl vərdişlərin sayını artırmaq, pis vərdişlərin sayını azaldmaq ki, daha çevik olmaq və ümumi dediyim kimi intellektual səviyyəni artırmaq ki, həm cəmiyyət üçün, həm ailə üçün, həm özü üçün daha uğurlu olsun. Yəni bu da çox vacibdir. Mən düşünürəm ki, bugünkü efirimizi dinləyənlər də qazandılar sizin sayənizdə. Ümumiyyətlə təhsil və biznes əslində iki fərqli dünya kimi görünsə də məqsəd birdir, hazır insan yetişdirmək və hazır insan yetişdirmək üçün mərkəzdə sizin kimi insanlar var. Vüqar bəy, təşəkkür edirəm. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun. Yaxşı ki gəldiniz, yaxşı ki suallarımıza cavab verdiniz və gənclərimizə gələcək üzünə qurmaq istəyənlərə də dəstək olursunuz. Çox təşəkkür edirəm. Dostlar, bizdə bugünlük bu qədər. Qonağımız Yığım Payment Servis şirkətinin direktoru Vüqar Cəfərova idi. Bugünlük isə bu qədər. Sabah səhər saat 8-də yenidən eşidilmək ümidi ilə hələlik. Özünüzə yaxşı baxın, dalğanı dəyişməyin. Bura 101.1 FM-dir.